Hər vaxtınız xeyir əziz tələbələr. Bu gün sizə ismi izah edəcəm. Bildiyimiz kimi Azərbaycan dilində isim kim, nə, hara suallarından birinə cavab verir. Elə ingilis dilində də bu şəkildədir. İsim who, what və where suallarından birinə cavab verir. Bunu niyə vurğulayırıq? Çünki sizə test düşə bilər ki, choose the line of the nouns. İsimlər olan cərgəni seçin. Məsələn, sizə beautiful sözü düşsə, biz bunu isim kimi götürə bilməliyik axı. Çünki bu necə suala cavab verir. Beautiful necə? Gözəl. Lakin əgər bizə düşsə student, kim, tələbə ya da capital, paytaxt, hara, paytaxt, bu zaman artıq bu olacaq isim. İsim ingilis dilində, necə ki Azərbaycan dilində quruluşuna görə 3 növü var, ingilis dilində də ismin quruluşuna görə 3 növü var. Sadə, düzəltmə və mürəkkəb. Simple, derivative and compound. Sadə isim Azərbaycan dilində necə ki bir kökdən ibarətdirsə, ingilis dilində də bu şəkildədir. Məsələn, desk bir kökdən ibarətdir. Bu sadə isimdir. Lakin düzəltmə isimlər kök və ya şəkilçidən ibarətdir. Kök və şəkilçi. Şəkilçilər isə ingilis dilində ikiyə bölünür. Prefikslər və safikslər. Məsələn, friendship sözü kök və şəkilçidən ibarətdir. Bu siyahıda gördükləriniz safikslərdir. Yəni sözün sonuna qoşulur. Safiks sözün sonuna artırılır. Friendship, brotherhood, freedom, agreement, darkness. Baxın, bunlar hamısı lığlıq mənasına gəlir. Friendship, dostluq, brotherhood, qardaşlıq, freedom, azadlıq, agreement, razılıq, darkness, qaranlıq. Deməli, bunlar hər biri safikslərdir. Bəs prefikslər hansılardır? Burada gördükləriniz isə prefikslərdir. Yəni these, on, in, with, small isə prefikslərdir. Prefiks nədir? Sözün önünə artırılır. Məsələn, advantage xeyir, disadvantage zərər. Sözün önünə artırılır. Və müəyyən bir məsələlər var ki, bizi çaşdıra bilər düzəltmə isimlərdə. Bunlar nələrdir? Məsələn, gəlin biz baxaq burada friendship sözünə. Deməli, bildiyimiz kimi ship şəkilçisinin tərcüməsi lığliq deməkdir. Lığliq. Lakin shipin bir mənası da gəmi deməkdir. Gəmi. Bəs onda necə ayırd edəcəyik biz bunu? Amma belə bir şey yazaq. Məsələn, bir yazaq friendship. Bir də yazaq spaceship. Deməli, baxın, ikisi də shiplə qurtarır. Və biri düzəltmədir, biri mürəkkəb. Bəs mən hardan biləcəm ki, hansı düzəltmə, hansı mürəkkəbdir? Gəlin bunları ayıraq. Məsələn, friendship, dost gəmi, olmur ki, dostluq. Amma spaceship, mən deyə bilmərəm ki, kosmiklik uyğun gəlmir də. Yəni, shipin buradakı tərcümə, deməli, şəkilçi kimi tərcüməsi uyğun gəlmir. Kosmiklik deyə bilmərəm. Deməli, bu kosmik gəmi deməkdir. Bu artıq olacaq mürəkkəb isim. Burada isə friendship, dostluq, yəni burada lığliq tərcümə edilir və buna görə də bu olacaq düzəltmə isim. Baxın, biz burada düzəltmə və mürəkkəb isimlərinin fərqinə baxdıq. Gəlin biz baxaq sadə və deməli, sadə və deməli, düzəltmə isimlərinin fərqinə. Məsələn, bir baxaq luggage sözünə, bir də baxaq marriage sözünə. İkisi də eyni sonluqla bitir, ikisi də. Bəs biri sadədir, biri isə düzəltmə. Bunu hardan biləcəyik? Gəlin bunu ayıraq. Baxın, bizdə lag deyə söz yoxdur ingilisində. Deməli, bunun müstəqil kökü yoxdur axı. Müstəqil kökü yoxdursa, deməli bu H sözü, yəni kökün daxilindədir, sözün özündədir. Ona görə olacaq sadə. Amma mən buradan bunu götürsəm, bilirik ki, marry, yəni evlənmək sözü var. Məhz buna görə də marriage evlilikdir. Yəni biz buradan bu şəkilçini götürsək, müstəqil kök qalır. Məhz buna görə də olacaq düzəltmə isim. Düzəltmə isimlərdən bu qədər. İndi isə mürəkkəb isimlərə nəzər yetirək. Mürəkkəb isimlər isə iki və ya daha artıq ismin birləşməsindən yaranan isimlərdir. Bunlar Azərbaycandakı kimi iki və ya daha artıq sözdən ibarət olur. Məsələn, ola bilər ki, bir tərəf isim olsun, digər tərəf feil olsun və ya bir tərəf sifət olsun, digər tərəf isim olsun. Məsələn, seafood, dəniz məhsulu, hər iki tərəf isim. Və ya deməli, sitting room, bir tərəf feildir, bir tərəf isimdir. Və ya blackboard, bir tərəf sifətdir, bir tərəf isim.
İndi isə biz nəzər yetirək isimlərin təsnifatına. Bildiyimiz kimi Azərbaycan dilində də isimlər ümumi xüsusi olaraq ikiyə bölünür. Necə ki, Bakı xüsusi isimdir, amma paytaxt ümumi isimdir. Elə eyni şəkildə ingilis dilində də Baku xüsusi isimdir, amma capital ümumi isimdir. Və ya konkret mücərrəd isim anlayışı da Azərbaycan dilindən eynidir. Necə ki, konkret ismi görə bilirik, toxuna bilirik. İngilis dilində də bu şəkildədir. Mücərrəd ismi isə görə bilmirik, toxuna bilmirik. Məsələn, biz çörəyi görə bilirik, toxuna bilirik. Bread, ona görə konkretdir. Lakin biz nifrət, hate görə bilmirik, toxuna bilmirik, ona görə də bu mücərrəddir. İndi isə ismin ən önəmli hissəsinə gəlirik, yəni sayılan salimiyə kateqoriyasına. Biz əgər bu kateqoriyanı yaxşı bilməsək, gənclər, Quantifiers bölməsində yaxşı bilməyəcəyik. Çünki Quantifiers bölməsi sırf sayılan sayılmayan tək cəm isimlər üzərinə quruludur. Sayılan sayılmayan isim nə deməkdir? Əlbəttə, bir ismi saya biliriksə, bu sayılan, yəni count bulunandır. Əgər saya bilmiriksə, qarşısında rəqəm yaza bilmiriksə, bu olacaq uncountable noun. Məsələn, biz tələbəni saya bilərik. Bir tələbə, a student və ya 4 tələbə, 4 students. Baxın, artiklı işlədə bilirəm sayılan isimlə. Mən onun qarşısında miqdar sayı işlədə bilirəm və ya cəm şəkilçisi işlədə bilirəm. Lakin sayılmayan isimdə isə biz nə article işlədə bilmərik, nə cəmləyə bilmərik, nə də ki, qarşısında miqdar sayı işlədə bilmərik. Məsələn, su. Mən necə 2 su deyə bilərəm ki, su sayılmır. Su sayılmadığına görə qarşısında article işlənə bilməz və cəmlənə bilməz. Deməli, bəs onda sual yaranır ki, biz bu suyu saymaq üçün nədən istifadə edəcəyik və ya süd sayılmır, bir süd deyə bilmərəm. Onda nədən istifadə edəcəyik? Bunun üçün bəzi sözlər, ifadələr var ki, biz buna oflu birləşmələr deyirik. Bu birləşmələrdən istifadə edə bilərik biz saymayan isimləri saymaq üçün. Məsələn, bir butulka su, a bottle of water ya da a glass of milk, bir stəkan süd. Bu oflu birləşmələrdən gördüyünüz üzrə baxın, hamısı qeyd olunub kitabda. Oflu birləşmələrdən istifadə edə bilərik. Məsələn, a slice of bread, bir dilim çörək. Deməli, biz bunlar vasitəsilə sayıla bilməyən isimləri saya bilirik. İndi uzlaşma ilə bağlı bir önəmli nüansı qeyd edəcəm sizə. Hər zaman sual yaranır ki, bəs müəllimə, biz bu oflu birləşmələri sadəcə sayılmayan isimlərlə mi istifadə edəcəyik? Xeyr, sayılan isimlərlə də istifadə oluna bilər. Gəlin bir nümunə yazaq. A bunch of banana. Bir də yazıram a kilo of meat. Gördüyünüz üzrə bir sayılan, bir sayılmayan isim var burada. Hər ikisi oflu birləşmədir. Yəni biz bu birləşmələrlə həm sayılan ismi, həm də sayılmayan ismi istifadə edə bilərik. Lakin burada bir önəmli nüansı vurgulamaq istəyirəm. Əgər siz sayılan isim istifadə edəcəksinizsə, mütləq cəm olmalıdır. Baxın, bir dəstə banan. Əlbəttə, bunch dəstə deməkdir. Bir dəstədə bir dənə banan ola bilməz. Ona görə də burada cəm olmalıdır. Və ya bir qrup tələbə deyiriksə, biz orada necə bir tələbədən söhbət edə bilərik ki, deməli orada students olmalıdır. Yəni bu oflu birləşmələr istifadə olunanda sayıla bilən isimlərlə bu isim cəm olmalıdır. A bunch of bananas, a bunch of keys. Amma sayılmayan isim əlbəttə ki, zaten sayıla bilməz, artırıla bilməz. 2 kilo of meat, 1 kilo ət. Bəs onda bunların uzlaşması necə olur? Baxın, gəlin bir neçə ifadə yazaq. Yazıram 2 bunches of bananas, 2 kilos of meat. Bəzən tələbələri çaşdıran, bax bu xəbərə yaxın hissələrdir. Xeyr, gənclər, biz uzlaşmada, uzlaşma dediyim, yəni mübtəda və xəbər uzlaşması, xəbəri necə qoyacağıq, tək yoxsa cəm qoyacağıq? Bax, onda ofdan əvvələ baxmalıyıq. Buradakı bananların cəm olmağı sizi çaşdırmamalıdır. Ofdan əvvələ baxırsınız. Baxırsınız ki, burada bunch təkdədir. Ona görə xəbəriniz olacaq təkdə. Əgər baxsanız ki, ofdan əvvəl cəmdədir, bu zaman xəbəriniz olacaq cəmdə. Və ya burada eyni şəkildə meat bizi maraqlandırmır. Bizə lazımdır ofdan əvvəl. Ofdan əvvələ baxıram, təkdədirmi isim? Onda olacaq tək. Əgər ofdan əvvələ baxıram, cəm isim gəlibsə, bax burada meat sözü sizi çaşdırmasın. Ofdan əvvəl gələn kilo sözü cəmdədir deyə xəbərimiz olacaq cəmdə. Baxın, uzlaşma qaydası bu şəkildədir birləşmələrdə. Keçən növbəti hissəyə. Deməli,
Ə, Bəs sual yaranır ki, hansı isimlər sayıla bilmir? Biz bunları oturub dənə-dənə əzbərləməliyikmi? Xeyr, gənclər, əzbərləməyə ehtiyac yoxdur. Biz bunları kateqoriya olaraq yadda saxlasaq daha yaxşıdır. Məsələn, elm adları, fənn adları sayılmır. History, literature, ədəbiyyat, tarix bunlar sayılmayacaq. Mücərrəd isimlər haqqında demək olmaz ki, sayılır ya da demək olmaz ki, sayılmır. Mücərrəd isimlər həm sayılır, həm sayılmır. Bunu gəlin məntiqlə başa düşək. Məsələn, gənclər, biz necə qəzəbi saya bilərik ya da absence, yoxluğu necə saymaq olar ki? Bunlar sayılmır. Məntiqən də qəzəb, nifrət, sevgi sayılmır. Amma mücərrəd olmağına baxmayaraq, gəlin baxaq burada language sözünə. Dil. Axı biz dili görə bilmirik, toxuna bilmirik, amma mən deyə bilərəm ki, mən iki xarici dil bilirəm. I know two foreign languages. Deməli biz burada o zaman cəmləyə bilərik. Və ya mənə iki yaxşı iş təklifi gəlib. Offer təklif. Əgər sən bu təklifi görə bilmirsən, toxuna bilmirsənsə mücərrəddir, okey. Amma mən deyə bilirəm axı mənə iki iş təklifi gəlib. Məhz ona görə də biz bu isimləri cəmləyə bilərik, yəni sayıla bilirlər bunlar. Bunlar da yəni məntiqən yadda saxlamaq lazımdır. Daha sonra isə materiallar, maddələr sayılmır. Məsələn, petrol maddədir və ya silk materialdır, ipək. Bunlar sayılmır. Ərzaqlar sayılmayacaq. Az öncə dedim, meat, ət sayılmır. Mayelər sayılmır. Məsələn, milk, süd sayılmır. Noxuddan kiçik şeylər sayılmır. Noxud pi sayılır, lakin noxuddan kiçik şeylər sayılmır. Flour, un sayılmayacaq. Toz halındadır. Burada müəyyən istisnalar var ki, məsələn, yumurta ərzaq olsa da sayılır. Və ya hava ilə bağlı məsələlər. Hava ilə bağlı məsələlərdə isə bir neçə istisna var. Məsələn, hava, məsələn, rain, yağış, snow, qar, fog, duman. Əlbəttə biz yağışı, qarı saya bilmərik. Amma biz yağış damcısını saya bilərik, raindrop. Biz saya bilərik qar dənəsini, snowflake. Burada müəyyən çaşdırıcı istisnalar var. Xüsusilə tələbələrimiz bu iki sözdə hər zaman çaşqınlıq yaşayırlar ki, külək necə sayıla bilər, dalğa necə sayıla bilər. Wave dalğa sayılır, wind külək sayılır. Bu da həmin o dalğa və küləyi ölçə bilən cihaz olduğuna görə sayıla bilən isimlər arasında qeyd olunur. Daha sonra isə idman, oyun adları sayılmır. Əlbəttə mən 1 futbol, 3 voleybol deyə bilmərəm ki. Deməli, oyun adları sayılmırlar. Sayılmırlarsa avtomatik xəbər tək olmalıdır. Buna görə vurğulayıram ki, baxın burada draughts var, billiards var. Bunların sonundakı s sizi çaşdırmasın. Çaşmayın ki, burada xəbəri cəm yazmalıyam. Xeyr, gənclər. Buradakı s sözün özündədir. Yəni oyun adıdır, sayılmır. Bu s sözün kökündədir. Məhz ona görə biz xəbəri tək yazmalıyıq. Və ya xəstəliklər, flu, qrip, measles, qızılca və s. Bunlar sayılmayan isimlərdir. Burada gördükləriniz isə hər hansı bir kateqoriyaya aid olmayan isimlərdir. Məsələn, bura aiddir male sayılmır və ya dust, toz sayılmır və s. Və növbəti kateqoriyamız isə həm sayılan, həm sayılmayan isimlərdir. Baxın, bu nə deməkdir? Bir isim kontekstə görə mənasını dəyişə bilər. Bildiyiniz kimi, ingilis dili çox zəngin dildir və bir sözün bir neçə mənası ola bilər. O mənaya görə də sayılıb sayılmamağı dəyişə bilir gənclər. Məsələn, gəlin baxaq. Chicken, fish və lamb. Əgər heyvan mənasındadsa, yəni cücə, balıq, quzu mənasındadsa sayıla bilir. Lakin onların əti mənasında olduğunda isə bu halda sayıla bilmir. Və ya cəm, tıxac mənasında sayıla bilir. Lakin mürəbbə mənasında qida olduğuna görə sayıla bilmir. Və ya qlas, stəkan mənasında sayıla bilir. Lakin az öncə dedik ki, şüşə bir materialdır və biz şüşəni saya bilmərik. Və ya ütü mənasında sayıla biləcək, amma dəmir mənasında iron sayıla bilməyəcək, çünki bir materialdır. Həmçinin wood, meşə mənasında sayılır, lakin taxta materialdır deyə sayıla bilmir. Və ya paper, qəzet mənasında sayıla bilir, lakin kağız materialdır deyə sayıla bilmir. Rubber həmçinin pozan mənasında sayılır, lakin resin sayıla bilmir. Sonra land ölkə mənasında sayılır, torpaq mənasında sayıla bilmir. Eyni şəkildə copper qəpik mənasında sayılacaq, amma mis materialdır deyə sayıla bilmir. Bunlar həmçinin sırf materiallar olanı göstərim. Və ya tin, konserva qutusu mənasında sayılır, lakin qalay mənasında sayıla bilmir. Az öncə qeyd elədim, deməli, noxuddan kiçik şeylər sayılmır. Məsələn, biz biberi saya bilərik, pepper.
lakin toz halında olan istiotluğu saya bilmirik. Room sözünün mənası bir otaqdır, bir də boş yer deməkdir. Room otaq mənasında sayıla bilir, lakin boş yer mənasında sayıla bilmir. Məsələn, mən desəm ki, there is not enough room in the car. Maşında kifayət qədər əlbəttə otaq var deyə bilmərəm. Otaq, boş yer yoxdur deyəcəm. Yəni burada məsələn, boş yer mənasında olacaq room. Deməli, room, bir dənə haşiyə çıxmaq istəyirəm. Room sözünün dedik ki, bir mənası otaqdır, bir mənası şans, fürsət deməkdir. Opportunity sözü ilə sinonimdir. Doktoratura imtahanının qəbuluna düşmüş bir sözdür. Həmçinin room sözünün dedik ki, bir mənası da boş yerdir. Bu halda sinonim space yazmaq olar. Yəni space-in də bir mənası kosmosdur, bir mənası boş yer. Yəni belə tipli ifadələrdə, necə deyim, birləşmələrdə, sinonimlərdə bəzən tələbələr çaşqınlıq yaşayırlar ki, room otaqdır, space kosmosdur. Bunlar niyə bu sinonim oldu ki? Lakin hər ikisinin boş yer mənası var deyə sinonimlik təşkil edirlər. Daha sonra time-ın bir mənası dəfədir, bir mənası vaxt. Vaxtı saya bilmərəm. Lakin dəfəni deyə bilərəm. I have read this book 4 times. Mən bu kitabı 4 dəfə oxumuşam. Sonra trade həmçinin. Trade-in bir mənası sənət peşə deməkdir. Sənət peşəni saymaq olar. Lakin ticarət mənasında trade-i saymaq olmaz. Bir dənə də yenə bir hər şey eləyək. Trade-in bir mənası dedik ki, sənət peşədir. Məsələn, job var, profession var. Nisbi sinonimlərdən. Bir də nümunə gətirə bilərik. Occupation. Bu da məsələn magistratura imtahanının qəbuluna düşmüş sualdır. Occupation sözünün bir mənasını biz bilirik, deməli işğal olaraq, bir mənası isə sənət peşə deməkdir. Work əsər mənasında sayıla bilir. Nizaminin 5 əsəri 5 works, lakin iş mənasında sayılmır. Həmçinin experience təcrübə kimi sayılmır, çünki mən 5 təcrübəm var deyə bilmərəm. 5 illik təcrübəm var deyə bilərəm. Amma sərgüzəşt mənasında, əhvalat mənasında sayıla bilir.